Əvvəli bu. Xəstə gəlir sənin yanına. Xəstəni dinləyirsən. Bir kişi xəstə özü diaqnozu sənə deyir. Dərdini sənə deyir. Məntiqi olan, analiz sintez eləməyi bacaran həkim o diaqnozu qoyur. Diaqnozu qoydun. Dəqiqləşdirmək üçün bəzi müayinə üsullarından istifadə edirsən. Müasir kompüter tomoqrafiyadır, ezofagoskopiyadır, rentgen müayinəsidir. Diaqnoz təsdiqlədin, qoydun. Diaqnoz qoydun. Deyirsən ki, dərdi bunun budur, müalicəsi budur. Ya operasiya olunmalıdır, ya ximiya getməlidir, ya şua müalicəsinə getməlidir. Şiş olan xəstələrdə, Respublikada dolu şişlə xəstələr. Dolu. Yəni Türkiyə çarı ilə bağlı... Türkiyə çarı yoxdur, elə bir səbəbəti yoxdur. Silin onu. O Türkiyə çarı ilə məşğul olanlar, üzr istəyirəm, şarlatanlardır. Bir misal çəkeyim. Ola bir 15 il bundan qabaq, mənim bir kəndçiyim, ölkəsi yığışıb bura, partlayır ölkəsi. Qəbulunu deyim, sən Zülfə operasiya edəcəm. Səhər gəlmək çıxıb gedibdir. O vaxta bir dənə, adı da yazmışdır. Gedib bir dənə şarlatan yanına, barmağı ilə buradan belə bir cızıbdır, səni operasiya elədim. 10 gündən sonra qarşı gəldi, ölkəsi dağılıb, deşilib. Dedim, hanı bəs onu elədik operasiya? Bu şarlasansıdır. Bundan məşğul olmaq lazım deyil. Elmi yolla getmək lazımdır. Elm də yox. Elm Allah Taala'nın buyruğudur. Peyğəmbərin buyruğudur. Elm o vaxtdan var.